Qarşıdakı 2 gün ərzində qeyri-müəyyənlikdən çıxıb real maddi uğura doğru sürətlə irəliləyəcəksiniz. Sürətlə dedim, buradan qaçışla. Burada gizli məqam var idisə, əşkara çıxacaq. Hansı bir duruqluq var idirsə, dayanmışdırsa, hansısa vəziyyət birdən dəyişilməyə başlayacaq. Ola bilsin, kimlənsə biraz xoşa gəlməyən söhbətiniz olacaq, danışıqlarınız gedəcək. Amma Jritsa bu kart deyir ki, özünüzün, öz intuisiyanıza inanın, güvənin. Peki kimsə doğru düzgün oyun aparmır və siz ona həmən başa düşəcəksiniz. Çox oturmuşsunuz, uzağa baxırsınız. Yəni tənbəllik də var burada eyni anda. Yeni bir fürsət, yeni bir təklif olacaq. O sizin heç nə istəmirəm, heç nə maraqlı deyil, o vəziyyətdən sizi çıxardacaq. Bu əsas məqamdır. Sanki hansısa bir maddi gəlir və yaxud da imkan, fürsət, yeni xəbərlər alacaqsınız. O da tez bir sürətdə görürsünüz, həyata keçirməyə başlayacaq. Yəni siz burada uspivat eləməlisiniz. Tez buna reaksiya verməlisiniz ki, bu şansı əldən itirməyəsiniz. Əlbəttə ki, hər şey burada bitəcək qələbə ilə. Baxın. Həm maddi tərəfdən, həm mənəvi tərəfdən. Siz özünüzü burada güvənli hiss eləyəcəksiniz. Komfortda. Ehtiyaclarınız hamısı bağlanacaq burada. Gizli biliklər burada var. Yəni intuisiyanızı qulaq asın. Kimsə sizə qarşı haqsız da belə olsa, siz ona eşkara çıxardacaqsınız. Və xoş xəbərdən, emosional bir gözəl təklifdən sonra yetər ki, siz bu şansı əldən itirməyəsiniz. Ola bilsin, indi darıxırsınız. Fürsəti görmürsünüz. Amma bu fürsət tezliklə olacaq, gələcək. Maddi fürsət, şans, böyük uğur sizi bolluq gözləyir. Sabitlik, maddi vəziyyətimiz dəyişiləcək yaxşı tərəf. 2 gün ərzində daxili tərəddüdləriniz varsa, onlar qutaracaq. Sürətli xəbərlər vasitəsilə maddi qazanc və rahatlığınıza çatacaqsınız. Alın və qəbul edin.